Rusiya tarix boyu müxtəlif xalqların yaşadığı bir ölkə olaraq milli kimliklərin sıxışdırılması və etnik diskriminasiya siyasətləri ilə tanınır. Bu siyasətlərin başında indiki dövrdə Vladimir Putinin rəhbərliyi dayanır. Rusiya əsrlər boyu yürütdüyü şovinist siyasətini daha sərt formaya salaraq Azərbaycanlılar, Özbəklər, Qırğızlar, Türkmənlər və digər millətlərin nümayəndələrinə qarşı açıq şəkildə zorakılıq həyata keçirir. Yekaterinburqda Azərbaycanlılara qarşı törədilən cinayət hadisələri Rusiya hüquq mühafizə orqanlarının qəddarlığını bir daha ortaya qoyur. OMON-un və munisipal polisin tətbiq etdiyi zorakılıq 1990-cı illərdəki ənənələrin daha şiddətli formada davam etdiyini göstərir. Bu vəziyyət Rusiya cəmiyyətindəki şovinist meyllərin artdığını sübut edir. Rusiyanın tarixi, müstəmləkəçilik və imperiya siyasətinin uzun bir ənənəyə sahib olduğunu göstərir. Çar Rusiyası dövründən başlayan etnik ayrı-seçkilik Sovet İttifaqı dövründə daha da dərinləşdi. Bu dövr ərzində müxtəlif xalqların mədəniyyətləri, dilləri və adət-ənənələri sıxışdırıldı. İmperiyanın dağılması ilə birlikdə bu siyasətlərin müasir formaları ortaya çıxdı. Putin dövründə isə bu yanaşma daha da sərtləşərək açıq diskriminasiya və islamofobiyaya çevrildi. Putin rəhbərliyində Rusiya yalnız Ukrayna xalqına qarşı deyil, eyni zamanda digər etnik qruplara qarşı da qəddar bir siyasət yürüdür. Ukraynada həyata keçirilən müharibə Rusiya dövlətinin şovinist yanaşmasının bir göstəricisidir. Bu cür davranışların digər xalqlar üzərindəki təsiri isə daha acımasızdır. Çeçen xalqına qarşı həyata keçirilən etnik təmizləmə Rusiya dövlətinin bu siyasətini daha da aydınlaşdırır. 1990-cı illərdəki skinhead hərəkatının arxasında duran Rusiya xüsusi xidmət orqanları indi hüquq mühafizə orqanları vasitəsilə eyni funksiyanı yerinə yetirir. Bu orqanların qəddarlığı artıq gizlədilmir, əksinə açıq şəkildə həyata keçirilir.